İsim bölməsi, yəli hal formaları, sual 18. Choose the correct variant. Doğru variantı seçin. Birinci qeyd etmək istərdim ki, yəli halın əsas göstəricisi cümlədə apostrof S və of-dur. Amma əsasən işlənir apostrof S-lərlə. Birinci, the students' marks. Şagirdlərin qiymətləri. Burada şagirdlər cəmdədir. Ona görə S apostrof olur. 2. The child's toys. Burada uşaqların oyuncaqları nəzərdə tutulub. Amma uşaqların demək istəyirsə, burada children apostrof S olmalıydı. 3. The men's suits. Kişilərin kostyumları. Bu doğrudur. Çünki men cəmdədir və apostrof S olmalıdır yəli hal formasında. 4. 2 hours walk. 2 saatlıq yürüyüş. 2 saatlıq olduğuna görə, yəni hourdan əvvəl işlənən say, miqdar sayı cəmdə olarsa, biz ondan sonra gələn ismi cəmləndirməliyik və daha sonra apostrof olmalıdır yəli halında. 5-də isə the night's darkness, gecənin qaranlığı. Bu doğrudur, yəni night təkdə olan isimdir, ona görə apostrof S doğrudur. Buradakı variantlar baxırıq. Birinci variant 1, 3 və 5. Deməli, cavab burada Y variantıdır.